Salam sevgili izleyiciler. Bugün sizleri payızın sihirli dünyasına dəvət edirəm. Bugün mən özüm üçün kiçik, amma ruhumu dinləndirən bir payız səhnəciyi yarattım. İlk olaraq payızın ilıq nəfəsini xatırladan isti çayımı dəmləməyə başladım. Qara çayın üzərinə quru meyvələr, ətirli meyvə quruları və milxək batırılmış ədviyyatlı meyvələri əlavə etdim. Bu misilsiz karışık elə bir qoxu yaydı ki, sanki payızın bütün renkləri, bütün duyguları çayın içində canlandı. Sonra süfrəmi bəzəməyə başladım. Qızılı rəngdə boyamış quru güllərimi sevgiyle açdım. Təzə aldığım güllərlə birlikdə güldanıma düzərək payızın romantikasını masama gətirdim. Bir tərəfdə ətirli şamlarım, digər tərəfdə oxuduğum sevimli kitablar, hamısı bir yerdə payızın sakitliyini, ilhamını və istiliyini tamamlayırdı. Şamlarımı yandırdım, yanan şamların titrək işığı otağa elə bir toxunuş verdi ki, sanki zaman dayanmış kimi oldu. İsti çayımı fincana süzdüm, pəncərədən süzülən solğun güneş ışığıyla birlikte sakit bir payız anı yarandı. Bir yandan çayımın ətri, bir yandan payızın səsi, yarpaqların xışıltısı, küləyin sərinliyi, hər şeyi daha da möhtəşəm etdi. Payızınız ilıq, ruhunuz sakit, günləriniz isə həmişə belə gözəl olsun. Hələlik.